Necə oldu ki, Fəryad filmi məhz sizin barənizdə çəkildi? Ceyhun 93'lər. Ceyhun Mirzəyev. Bildi ki, mən əslində necə düşmüşəm. Orada bura eləyəndə ondan sonra məni çəkdilər. Hər gündən bir dönlüdür. Gözümü itirsəm də hər şey mən keçirəm hər şey gözümə. 12 parmaqdan yar, necə mən işgəncələr bördülər, yar elədilər. Soyuqlama qışın başında ayaqalım uzaq göndərdi, mən bayra çıxartdım. Hamısı bilir ki, erməni kristidir. Bu gözüm görmür. Dişlərim ben, orada yoxdur. Askollarıma bak. Baba askol. 25 yaşında kardeşim şəhid oldu. Vətənlər şəhidlər olmasıydı, tapana almazdı. Biz belə anladıq ki, ananız aktrisa olub. Kimdir ananızsa? Mən rəhmətli anam Amsterdamda Minəvvər Kəndərli. Siz Minəvvər xanımın övladısınız. Xoş gördük. Xoş gəlmişsiniz. Orucəli bəy, özünüzü təqdim eləyərdiniz, izləyicilərimiz də sizi tanıyardı. Mən özüm Abbas Oğuz Fəzullah oğluyam. Mən gələm belə. 2 yaşından Bakıda yaşayıram. Özüm də internet kimi məktəbdə oxumuşam. Hospital məktəbdə olmuşam. 227-də burada Amsterdamda. O vaxt rəhbər. Ondan qurtarandan sonra özüm Əfqanistan'da olmuşam. Əfqanistan'da 80'dan 80 vuruşmuşam. Kabul şəhərində. 2 il Əfqanistan'da 50 nəfər biz plen qaldıq. Ben geldim oradan 88'in ortalarında, ortaya. Oradan geldim son birinci yoldaşımla bu hanımla tanış oldum. Ondan bir tane kızımız oldu. Siz müsahibəniz zamanı deyirsiniz ki, əsir düşmüşsünüz ermənilərə. Necə oldu ki, əsir düşdünüz? Ben 91 ildə Gəncəpatan'da olmuşam. Süreci Hüseynov'da o vaxtda. 10 tane erməni öldürdüm. Geldim 92'de Ağdam'a. Albert Ağdam. Özümle etiraz edeyim. Orada Ağdam'dan sonra geldim Laçına. İzzətin Batalyona. Adi Fərid Şolosuna baxmışım bəcərik. Mənim çəkkədə. Onun mənim vaxtımda çəkildi. 93'də. Deməli 15 yaşında kızı kimi öldürüb onun önünü öldürdüm. Orada əsir düşdüm. Yəni 15 yaşında qızı öldürən adamı... Sonra geldim Ağdam'a. Yəni 24'də yağandım. Aprelin 24'ünde. Aprel 24'də. Bizi 25'inde 6 nəfərlə biz əsir düşdük. 6 nəfərlə biz döylə. Orada 6 ay Xankətdə oldum. 3 ildə Şuşa türbəsində. Armeniya xaçatıyam. Bu fərzi işgəncələrlə gördüm də. Hər gün bir döyülürdüm. Məsələn qoluma, indi başarıda göstərim. Vurduqları indi hamısı bilir ki, erməni kristidir. Bu gözüm görmür. Dişlərim ben, orada yoxdur. Protez, iğne dövmə. Hər gün verici bəlli. Qalmış. Axırı oldu ki, 98'də 15 erməni verdilər Horozda. Məni dəyişdilər. Ceyhun 93'lər. Ceyhun Mirzəyev. Bildi ki, mən əslində necə düşmüşəm. Orada bura eləyəndə ondan sonra məni çəkdilər. Ceyhun rəhmətlik. Mən onu çoxdan deyirəm. Hələ bu Əhmədlidə, kinoteatr Əhmədlidə. Mən ata evi olanda Günəşlər oldu, burada da oldu. Mən onu çox tanıyam. Onun xalası oğlunu da tanıyam. Zeynəb xalanın Eyvaz. Yəni, onun da xalası oğlu o da kamança çalan idi. Ondan mən tanıyam Ceyhunu. Siz azad olunanda, Azərbaycana qaytarılanda sizdən başqa Azərbaycanlılar, sağ qalanlar var idi mi Ermənistanda? Var. Sabit də var idi. 150 nəfər biz zabit idik. Leytan, kapitan, mayor, belə. General, marşal, polkovniklər yox idi anda. Ancaq yaddan qalıb ki, mayor, leytan, kapitan idi. Onu bilir. Yəni ancaq rütbəli şəxslər idi? 150 nəfər. 50 nəfər də riyadovoylar idi. Mılaşı leytan, belə, yox, Mılaşı Seycan, beləcə, onlar 50 nəfər idi. Bu indi dəqiqə mən gözümün qabağında deyəm, özüm boksör olmuşam da
özüm idmancı üzrə. 4 dənə əməkli bacarmadı. Axır mən belə. Sonra oğlan vardı, Balakənlə vardı, rəhmətli Cəvaz Eymərti, telefonda şəkili var məndə indi hamısı. Gözlədim, mən dedim ki, mən tanıyıram onu. O da vermədilər ki, axıra kimi şişadı qalsın. Ya İstapanlıca, ya Yerevan. Ya indi Allah bilir nə iniblər, ya qalıb, ya yandırılıb. İndi sizcə İrəvanda bizim sağ qalan əsirlərimiz var? Var. İşkəncə görmüşəm, sənsiz o. Yəni ermənilər tərəfindən işgəncə görmüsünüz. Orucəli bəy, qolunuzda siz indi döymə göstərdiniz, dediniz ki, xaçdır. Onu nə məqsədlə qolunuza Onu o vurdular? vaxtı vurma idi, xaç, erməni xaçı. Ancaq bu hansı ki 2 ildən sonra damğa basırdılar. Məsələn, Nakoka bilinir. Damğa isə işi yanmış vəziyyətdə bilinirdi krest. Bu ermənilər fakşi, erməni kresti belədir. Azərbaycan kresti belə düz əyri idi. Bizə erməni, Bakı erməni kresti. Ruslarcı o birisi Napoleon sol tərəfdə idi. Ancaq bunların erməni vurduğu. Fakir mən deyirəm ki, burada nə varsa, hansı mənim üzünə. Armen xaçını mən işgəncələrlə gördüm. Barqıb xaç, məsələn, Aşort idi, Artur idi, məsələn, işgəncələrlə gördüm. Hər gündən bir döyülürdüm. Orucəli bəy, dediniz ki, atanız mayor olub. Hansı vəzifədə çalışıb? Sistemdə işləyib o vaxt. Sistemdə. Yəni, O vaxt edə vaxtında. O da müharibədə iştirak eləyib? O vaxt şəhərli sistem işçilərində olub. Bəs nəcəb mayor bir şəxsin övladı bugün belə bir vəziyyətdə yaşayır? Bizim o yerində baxmırlar da. O bir tanıyırlar, adı ilə işləyiblər. Azı köməkliyi yoxdur. Sizdən başqa bacınız, qardaşınız var Var. mı? Bəs onlar necə sizə dəstək O olurlar? böyük bacıdır, biri də şəkər adamdır. Məsələn, şəkərli var. Gözlərim mirvaridir. Neynəsin o? Bu bacı neynəsin? Qardaş rəhməti Allah getdi. kömək olsun. Bu getdi, hamısı getdi. Orucəli bəy, biz belə anladıq ki, ananız aktrisa olub. Kimdir ananız, sir Olsun, deyilsə? mən rəhmətli anam, hamısından yadı. Minəvvər Şəntərli. Siz Minəvvər xanımın övladısınız. Parça. Var olsun. Hər şey görmüşəm, heç nə görmüşəm. Mən hələm bir danışama, təhsilim qalxa, limon, mən kömək eləyəmir. Mən ümumiyyətlə, adı nədir? Çatda bilmirsən, dərmandır, sistemdir, işləsinmə. Oraya getdim, oraya poliklinika, görüm, baxmırlar, pulun dərdindən baxmırlar. Görüm, analiz aldım, da görüm, sistem keçməyəcək, şimdi pul istəyirlər, da çıxdım, getdim. Siz bu vaxta kimi müraciət eləmisinizmi? Mən sığortam da var. Sığortanız var. Onda siz belə çıxır ki, həm də veteran kimi alırsınız da ödənişi, müavinəti. Hadi onlar hamısı yazıblar da verəcəm. Qonşularla münasibətiniz necədir? Qonşularla münasibətiniz Qonşular necədir? yaxşıdır mənə. Heç kömək eləyən olur sizə? Qonşulardan nə kömək eləyir, heç kəs eləmir. Heç nə. Baxsın adamdılar. Heç nə, heç nə. Baxsın adamdılar. Kömək eləyir. Tolka binanı Allah rəhmət etsin. Biri var, Zahın bastı var, namaz qılandı, yeganə. Hərdən bu qurban əhti olanda, nə olanda bir hamısı qayıb. Bir hamısı ilə gözəndə neçə nəfər hələ. Mən deyim, 3 nəfər deyil ya, biz burada, 2-3. Hələ nəvəm də var. Allah saxlasın. Hələ mənim o boyda 25 yaşında qardaşım şəhid oldu. Allah rəhmət O bir. Ondan sonra mənim 5 dənə oradan, 20 dənə də bu yandan təzə, bu bir Allah şəhid. Cəlaba bilası var, ən çoxu şəhidimiz oldu. Şəhər vətənlər şəhidlər olmasıyla tafalar alınmazdı. Baba nə çıxar görmüşəm. Mən sən deyim, mən görsəm də, gözümü itirsəm də hər şeyi mən keçirəm, hər şey gözürəm.